Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Çinar yayımlarının aylıq sınaq testini atmışdım sizə Azərbaycan dili və riyaziyyatdan. Bugün onların izahını çəkib yükləyəcəm və yanlışlarınızı özünüz düzəldəcəksiniz. Belə, başlayırıq. Biraz sürətli izah eləməyə çalışacağım ki, vaxtımız çox getməsin. Azərbaycan dilindən başlayırıq. Bir yerdə dayanmaq hansı frazeoloji birləşmənin mənasıdır? Qərar tutmaq, ağlına batmaq, bağrına basmaq, daşına atmaq. Deyir ki, o bir yerdə qərar tutmurdu. Yəni, bir yerdə dayanmırdı o mənada. Bir də uyğundur. A bəndə. 2. Hansı cümlədə mübtədə ilə xəbər arasındakı uzlaşma pozulmuşdur? Uzlaşma pozulmuşdur. Cümlələri oxuyaq. Uzlaşmanın nə olduğunu bilmədiyiniz halda belə cümləni oxuyacağım. Sadəcə məntiqi olaraq doğru cavabı özünüz tapacaqsınız. A-da deyir, əhali bizi dəstəklədi. Əhali bizi dəstəklədi. Müəllimlər bizi təriflədilər. Mətbəx əşyaları aldıq. Otlar tərpəndilər. Sizə məntiqsiz gələn cümlə hansıdır burada? Hələ uzlaşmanın nə olduğunu bilmədiyiniz halda belə soruşuram. Otlar tərpəndilər. Ot, yəni öz-özündən necə tərpənə bilər ki? Uyğunsuzluq pozulub, uzlaşma pozulub harda? Deyirəm. 3. Altından xətt çəkilmiş sözlə bağlı doğru fikir hansıdır? Doğru fikir soruşur. Çoban sürünü otlağa apardı. Sürü nədir? Toplu isimdir, cəmdə olan isimlərdir, zərfdir, köməkçi sözdür. Köməkçi söz odur ki, yəni köməkçi nitqçilərinə aid olan söz. Həmin sözlərin heç bir leksik mənası olmur. Məsəl üçün deyirəm ki, və, ilə, çünki, deyəsən və s. Bunlar köməkçi sözdür. Yəni köməkçi nitqçisi olan qoşma, ədat, bağlayıcı, modal söz, məni ifadə bilirsiniz. Buna aid olan sözlərdəndir. Zərf yəni hərəkətin tərzini bildirir. Sürü, nə sürü? Yəni hərəkət bildirmir axı burada. Hərəkətin nəyin tərzini bildirdi ki? Cəmdə olan isimdir. Cəm şəkilçiləri bilirik ki, larlərdir. Larlər. Larlər varsa həmin o söz cəm şəkli işlənən isim deməkdir. Toplu isimdir. Bəli. Toplu isim nə deməkdir uşaqlar? Toplu isim, yəni bir sözlə verilir. Şəkilçisi olmur da. Yəni larlər cəm şəkilçisi olmadığı halda çox bildirir. Yəni sayının çox olduğunu bildirir. Məsələn deyirsən ki, Əli dayı sürünü aparırdı. Yəni qoyunların aparırdı. Bir dənə qoyun deyil ki, bir neçə qoyundur. Naxır aparırdı. Naxır nədir? İnəklərin çoxlusu. İlxını aparırdı. İlxı nədir? Atların çoxlusu. Sonra deyirsən cəmaət yığılmışdı. Cəmaət kimdir? İnsan, əhali, cəmaət həmçinin bunlar toplu isimlərə aiddir. Sonra ordu, yəni toplu isimlərə aiddir. Belə. Keçirik. 3-də oldu A bəndi. Doğru fikir soruşurdu. Bəli, keçirik digər tərəfə. 4. Hansı sözdə toplu isim var? O sakit bir yerdə oturub dincəldi. Burada cümlədə yoxdur. Biz cəmaatdan icazə aldıq. Cəmaat, yəni insanlardan, hamıdan, bir çox insandan icazə aldıq. Qoca onun sözünə qulaq asdı. Biz xeyli yol getdik. Elə B bəndə. 5 nöqtələrin yerinə uyğun gələn feil hansıdır? Sən avtobusla gedəcəklər, gedəcəksiniz, gedəcəksən, gedəcək. Sən avtobusla gedəcəksən. Buradakı şəxs əvəzliklərin keçəndə demişdik də mən, sən, o, biz, siz, onlar. Məsəl üçün mən danışıram, belə deyim də, biz danışırıq şəxs şəkilçilərinə baxın sonda şəxs onluqlarına. Mən danışıram, am, biz danışırıq, ık. Sən danışırsan, artıq sənsən. Siz danışırsınız cəmində. O danışır, onlar danışırlar. Bu formada olur bu da. 6-cı. Lüğətə əsasən verilmiş izah hansı sözə aiddir? Tamaşa zamanı aktyora rolun mətnini xatırladan teatr işçisi, aut, hökm, peyzaj, suflyor. Bu bəndləri oxuyanda mətnin adı yadımda deyil. 4-cü sinifdə deyil, səhv eləmirəmsə mətn var. Orada deyir, yoldaşından küsür. Deyir ki, Mahirlə, Vaqiflə Arif idi, nə bilim, nə idi, nəsə səhvləmirəmsə belə bir mətn idi. Deyir ki, o atasına şikayətində deyir, o mənim ona suflyorluq etməyimi istəyirdi. Halbuki deyir, mən ona dedim ki, gəl dərsi öyrədim sənə. Evdə hazır deyilsən, dərsi sənə öyrədim. Müəllim də uşağı lüfəyə çıxardır. O başlayır dostundan ki, hə də mənə xəbərçilik elə. Sən yerdən dərs dedi, mən danışım. Suflyor. Suflyorluq. Yəni tamaşa zamanı aktyora rolun mətnini xatırladan teatr işçisi. Bəlkə də o mətndən yadınıza düşər deyə düşünürəm. 7-ci. Verilmiş sayılardan neçəsi cəm isimlə işlənə bilməz. Cəm şəkilçisi isimlər. Yəni larlar qəbul edib işlənə bilməz. 3 kitab deyə bilirik. 3 kitablar deyə bilirik. Xeyr, bilmirik. Deməli 3 işlənə bilmir. Bir dəqiqə markeri götürüm. 3 işlənə bilmir. 8 kitab deyirik, amma 8 kitablar deyə bilmirik. Bir sıra insan, məsəl üçün bir sıra insanlar deyə bilirik. Bir çox kitab, bir çox kitablar, bir çox insanlar deyə bilirik. 5 kitab, 5 kitablar. Deməli müəyyən miqdar sayıları işlənə bilmirmiş. 3, 8, 5, 3 dənə. Hansı cümlədəki köməkçi söz özündən əvvəlki sözə qoşularaq bənzətmə bildirir? Nə bildirir? Bənzətmə. Özündən əvvəlki sözdən. Görəsən kim qalib gələcək? Köməkçi söz burada görəsəndir. Özündən əvvəl heç söz yoxdur. 5. Sizi gördüm, amma salam verə bilmədim. Burada köməkçi sözümüz hansıdır? Yəni leksik mənası olmayan söz hansıdır? Amma. Ammadan qabaq gəlib gördüm. Yəni bənzətməyə aid deyil bu. Bu qız lap gözəl danışır. Burada bu cümlədə köməkçi söz lap sözüdür. Lapdan qabaq qızın, yəni bənzətmə kimi məna tapmadım yəni mən. Sən onun qədər zəhmətkeş deyilsən. Qədər. Onun qədər, onun kimi. Yəni, məsəl üçün deyir ki, sən, nə bilim, filan kəs kimi zəhmətkeş deyilsən. Yəni, bənzədir ona. Burada artıq bənzətmə var, deyiləndə. 9. Hansı söz düzəltmə səhvdir? O cümlədə biraz fikirləşdim, düşündüm ki, normalda mən adı olaraq nümunə verirəm. Fikirləşdim, kimin adını desəm, bir uşaq digəri küsəcək ki, müəllim onun adını verdi, mənim adımı vermədi. Ona görə filan kəslə əvəz elədim, yəni. 9. Hansı söz düzəltmə zərfdir? Zərf. Zərf nə idi? Hərəkətin tərzini bildirirdi, hərəkətə aid olurdu. Əksinə başlayacağım. Maraqlı. Gəlin özündən sonraya hər birinə isim artıraq, söz artıraq. Biz bilirdik ki, zərfdə sifət kimi necə sualına cavab verə bilirdi. Necə sualına cavab verə bilirdi. Mən izahda da demişdim. Fərqi nə idi? Zərf hərəkətin tərzini bildirirdi. Yəni feilin yanında işlənirdi. Özündən sonra feil gəlirdi. Amma sifət adlara aid olurdu. Özündən sonra ad bildirən söz gəlirdi. Məsəl üçün maraqlı kitab.
Nə kitab, necə kitab, maraqlı kitab. Şən insan, məsəl üçün, şən dostlar və yaxud da dost, kim dost? Necə dostlar, şən dostlar bu formada. Burada da isim gəldi, burada da isim gəldi. Dadlı yemək, yemək nə? Yemək isimdir. Dadlı necə? İnadla danışmaq. Məsəl üçün, inadla danışırdı. Danışmaq, danışır. Nə edir? Danışır, hərəkət bildirdi. İnadla. Sözün kökü burada inaddır. Oy, inaddır. Lalə isə iki cür yazılan leksik şəkilçidir. Söz düzəldən şəkilçidir. Oldu A bəndi. 10. Hansı cümlədə defis işarəsi mürəkkəb sözün tərəflərini birləşdirmişdir? Defis mürəkkəb sözün tərəfini birləşdirib. Kəndin havası çox təmiz, təbiəti çox gözəl idi. Burada defis var, amma təbiət sözünə yer çatmayıb onundur. Cəmlə əhvalatı olduğu kimi danışdı. Kimi bir sözdür. Sadəcə yer çatmayıb sətirdən sətrə keçirib. Bizim bu məsələdən az çox xəbərimiz var idi. Az çox. Bəli, mürəkkəb say əmələ gətirib. Keçirik digər tərəfə. 11-15-ci sualların deyir, doğru və ya yanlış olduğu müəyyən edin. Mətni sürətli bir şəkildə oxuyuram sizin üçün. Çoban yastığı gözəl görünüşə malik faydalı bitkidir. Faydalının altından xətt çəkib bu demək ki, mətnə aid tapşırıq olacaq. Biraz yaxınlaşdırım uşaqlar. Onun çiçəyi sarı ağ rəngdədir və çətirə oxşayır. Ölkəmizdə çoban yastığının bir çox növləri yayılıb. Adi çoban yastığı yabanı halda, düzənliklərdə, səhralıqlarda və quru yerlərdə bitir və yəni də yaşıl verib. Azərbaycanda əsasən Kür, Araz ovalıqlarında geniş yayılıb. Kür, Araz... Başlayaq 11 mətndə altından xətt çəkilmiş söz köməkçi sözdür. Köməkçi sözdürmü? Faydalı nə deməkdir? Faydalı sözün deyəndə ağlımıza nəsə gəlirmi? Hər hansısa bir məna bildirirmi? Bəli, gəlir. Faydalı, yəni yararlı, xeyirli mənasındadır. Deməli bu sözün leksik mənası var. Bu demək ki, bu söz köməkçi söz deyil. Yanlışdır. Burada olur, yəni yanlışı seçirik. 12 mətndə işlənmiş saydan sonra gələn isim həmişə təkdə olur. Say burada nədir? Deyir ki, bir çox növləri yayılıb. Həmişə təkdə olur. Bir çox növləri, xeyr. Təkdə olsa elə növləri özü larlarından işlənib ki, yanlışdır. 13 mətndə fərqli rənglə verilmiş köməkçi nitq hissəsini amma sözü ilə əvəz etmək olar və səhralıqlarda amma quru yerlərdə bitir, xeyr əvəz etmək olmur. Yanlışdır. 14 mətnin ilk cümləsində ahəng qanununa tabe olmayan bir söz var. Ahəng qanunu nə idi uşaqlar? Sözdə qalın və incə saytların bir-birini izləməsi idi. Yəni sözdə bir sözdə saytın biri qalındısa hamısı qalın olmalı idi. Bu arada qalın saytlarımız hansıları idi? Bəli, A, O, U, incə saytlarımız hansıları idi? E, Ə, İ, Ö, Ö. Bunu da sürətli bir şəkildə deyirəm, xatırlatma olsun sizlər üçün. Baxaq, birinci cümləmiz hansıdır? Çoban yastığı gözəl görünüşə malik faydalı bitkidir. Budur, bu cümlədən gedir söhbət. Çoban yastığı saytların hamısı qalındır, ahəng qanuna tabedir. Gözəl, hamısı incədir, tabedir, görünüşə incədir. Malik A da var, A qalındır, İ incədir bildiyimiz kimi. Bir dənə malik sözü faydalı hamısı qalındır, bitkidir də hamısı incədir. Bəli, bir dənə də doğrudur bu. Və 15-ci sonuncu bu səhifədə sual. Mətnin son cümləsində mübtəda yoxdur. Son cümləmiz hardan başlayır? Burada bitir. Son cümlə. Azərbaycanda əsasən Kür-Araz ovalıqlarında geniş yayılıb. Bəli, burada mübtəda yoxdur. Nə edib? Geniş yayılıb. Harada? Azərbaycanda. Aha, bu da doğrudur. 14 doğrudur. Hə, 14 doğrudur, bu 15 idi. Sonuncu 15 də doğrudur. Keçirik oxu anlamaya aid tapşırıqlara. Belə eləyim, qoy bir dəqiqə. Aha. Deyir ki, oxuyu anlamaya aid olanlarda əvvəlcə bunu oxuyun, sözün oxuyun, görün nə deyir. Ondan sonra mətni oxuyun. Mətni məntiqi sonluqla tamamlayın. Özünüz tamamlayacaqsınız, amma məntiqi olacaq. Körpüdən keçən iki keçi üz-üzə gəldi. Onlardan biri digərinə yol verməli idi, amma heç biri digərinə yol vermək istəmədi. Keçi bilirsiniz də inadçılığın simvoludur. İnadlarından bir-birinə yol vermirlər. Keçilər dalaşmağa başladılar. Nəticədə ikisinin də ayağı sürüşdü və onlar barışdılar. Onlar körpüdən çaya düşdülər. Biri digərinə yol verdi. İkisi də eyni anda körpüdən keçdi. Onlar deyir ki, ayağı sürüşdü. Ayaq sürüşürsə körpünün üstündən nə ola bilər olar? Təbii ki, çaya düşərlər. Körpüdən çaya düşürlər. 17-də nə deyir? Mətnin ideyasını ifadə edən atalar sözü hansıdır? Burada yazılıb. Baxaq, mənim babam çox yaşlıdır. O həmişə mənə deyir, mənim gözəl nəvəm, gənclik çox qiymətlidir. Nə qədər ki gəncsən, yeni biliklər öyrən, yeni yerlər gəz, həyatını gözəl yaşa. Yoxsa qocalanda həyatını istədiyin kimi yaşamadığın üçün peşman olacaqsan. Yəni deyir ki, hər birimizin nənə babası, ana atamızın məsləhət etdiyi kimi məsləhət eləyir ki, nə qədər ki gəncsən, yeni bilik öyrən, yeni yerlər gəz, həyatını gözəl yaşa. Yoxsa qocalanda yəni peşman olacaqsan kimisindən. Cavanlığın qədri qocalanda bilinər. Qocalara hörmət et, sən də qocalacaqsan. İlm ağlın açardır, dostlar gündə tanınır. Hansı atalar sözümüz uyğundur burada? Cavanlığın qədrini qocalanda bilərsən. Bilinər. Cavanlığın qədri qocalanda bilinər, bəli. 18. Mətndə fərqləndirilmiş ifadənin mənası nədir? Mətni oxumadan uşaqlar o cümləni deyirəm. Deyir ki, nəhayət imtahan vaxtı çatdı. Nəhayət imtahan vaxtı çatdı. Yəni nədir? Məqama yetişmək. Məqamı yetişmək, söz vermək, dərk etmək, qəbul etmək. Nəhayət imtahan vaxtı çatdı. Yəni imtahanın məqamı yetişdi. Uyğundur. 19-da görürsüz şəkil verilib uşaqlar. Şəkildə birində bir kitab oxuyan kişi var, bir dənə telefonla oynayan. Kitab oxuyana baxırsınız, yuxarıdan işıq düşüb. Yəni işıqlı görünür. Digəri isə qaranlıqda sadəcə telefonla qalıb. İşıqlı yollardan, kitab oxumağın faydalarından, mobil telefonlardan, qonşuların söhbətindən, təbii ki, kitab oxumağın faydalarından gedir söhbət. 20. Mətndə deyir, mətndə nədən bəhs olunur? Elə şəkildə də verib zürafə, amma mətni oxuyaq. Yer üzündə ən böyük ürək, ən yüksək qan təzyiqi zürafələrdə olur. Zürafənin dili qara rəngdə olub, uzunluğu 45 sm çatır. Zürafə susuzluğa dözümlü heyvandır. Təbii ki, zürafədən söhbət gedir. A bəndə. 21-25-ci suallara mətni əsasən cavablandırın. Bunun üçün mətni oxumalıyıq biz artıq.
Oxuyaq. Rəqəmlərlə verib, ona görə rəqəmlərdə olan cümlələrə diqqətli oxuyun. Bir səhər bir ovçu meşədə göyərçinləri tora salmaq istəyir. Səhər ovçudan söhbət gedir, bir də göyərçindən söhbət gedir deməli. O yerə buğda dənələri səpələyir. Göyərçinlər buğdanı yemək istəyəndə tora düşürlər. Biz buğdadan səməni düzəltdik. Onlar çox həyəcanlanır, qorxu və hərəsi bir tərəfə uçmağa çalışırlar. Nə qədər hərəkət etsələr, o qədər çox tora dolaşırlar. 4. Bu vaxt onların başçısı deyir, gəlin hər birimiz eyni tərəfə uçaq. Bu zaman tordan xilas ola bilərik. Onlar birlikdə eyni tərəfə uçaraq tordan xilas olurlar. Mətnə uyğun gələn atalar sözü hansıdır? Sona baxın deyir, onlar birlikdə eyni tərəfə uçaraq tordan xilas olur. Güc birlikdədir, ağlı yaşda deyil başdadır, işləməyən də işləməz. Doğru söz açıq olar. Təbii ki, güc birlikdədir. 22. Mətnə uyğun gəlməyən cümlə hansıdır? Uyğun gəlməyən cümlə. Uşaqlar, elə oxuyarkən istədim soruşam. Baxın deyir, biz buğdadan səməni düzəltdik. Burada ovçudan, meşədən söhbət gedir, eləmi? Meşədən, göyərçindən, ovçudan söhbət gedir burada. Buğdadan səməni düzəltmək nəyə əlaqə? Yəni üçüncümüz uyğun deyil. Üçüncü. C bəndi 22-də. 23 mətnində bunlardan hansına rast gəlirik? Təbii ki, mətndə göyərçindən söhbət gedirdi. Göyərçində hansı bəndədir? C bəndində. Mətnə əsasən hansı doğru deyil? Zaman bir səhər, bəli ilə birinci cümlədə deyil, bir səhər. Məkan meşə, bəli. Qəhrəmanlar ovçu və göyərçinlər, bəli. Hadisə ovçunun ailəsi ilə söhbəti, xeyr. Hadisə ovçunun göyərçinləri tora salmağı və göyərçinlərin oradan çıxma yolu idi. 25. Mətnə ən uyğun başlıq hansıdır? Göyərçinlərin qələbəsi, ovçunun həyatı, göyərçinlərin qidası, ovçunun göyərçinlə söhbəti, göyərçinlərin qələbəsi mətnə uyğundur. Keçirik riyaziyyata. 26-cı sual. Deyir ki, verilən açılış şəkli hansı fəza fiquruna aiddir? Təbii ki, bu nəyə aiddir? Düzbucaqlı nəyə aiddir? Bu. Bəli, piramidada. Piramidanın açılışıdır bu. 27. İki şəhər arasındakı məsafənin real ölçüsü nə qədərdir? Real ölçünü tapmalıyıq. Bunun üçün bizdə bir yaxınlaşdırın bunu uşaqlar. Maraqlı sualdır. 1 sm 100 kilometrə uyğun götürəcəyik və 1 sm-də 3 dənə dama verib. 3 damanı 1 sm olaraq götürəcəyik. Onun üçün sayırıq burada neçə dama var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Səhv saymadımsa əgər 18 dənə. 18 damanı 3-ə bölsək düşür 6 santim, eləmi? 6 santim. 1 sm 100 kilometrdirsə 6 santimdə 600 kilometrdir. Əgər yanlış saymadımsa, siz bir dənə dəqiq yenə sayarsınız, ola bilər texniki səhv eləyə bilərəm. 28-ci sual. Aha, bax bu da maraqlı sualdır və bu tip belə deyim monitoringə də düşür bu tip sual. Deyir ki, bağın ümumi sahəsini tap. Ümumi sahəsini tapmaq üçün fiqur verib, bunu fiqurlara bölüb, bu formada ayırsaq bunu. Yuxarı düz bucaqlı oldu, eləmi? Bura 2-dirsə, bunun bu tərəfi də 2-dir. Yuxarı 5-dirsə, bu altda 5-dir. Buranın sahəsini tapa bilərəm. Sahə nədir? N uzunluğa vurmaqdır. Yəni 2 5-im. Bura ilə də 10 metrin kvadratı. Buranı belə götürsək, yəni bu formada bax, ayırdıq, altda qaldı bax bu hissə. Bura qaldı. Bura 9-dur, eləmi? Bax bu tərəf 9-dur. Bura qədəri deməli 9-dur. Bunun üstü də burası 5-dir. Bunun altı da 5-dir. Deməli bu uzun xəttin neçədir? Uzunluğu 5 9 14 sm-dır. Bura 14 sm-dır ümumi. 14 n də 4-dür. Bura 4-dürsə bu tərəfdə 4-dür. 14-ü də 4-ə vuranda 56 eləyir. 56 üstünə də onu gəlirik, eləyir neçə? 66. Əgər səhv hesablamadımsa 66 bəli. 29 və 30-cu sual. Eni 6, uzunluğu 9 dama olan düzbucağlının sahəsi neçə vahid kvadratdır? 6 düzbucaqlının bilirik ki, biz sahəsini deyirsən enirik və bu düzbucaqlıdır. Sahə deyəndə uşaqlar, eni 6 damada uzunluq 9. Enin uzunluğa vururuq. Sahə ümumiyyətlə vurmaq deməkdir, hasil deməkdir. 6 9-um 54 dənə dama. Perimetr desək ilə gəlir. Perimetr isə tərəflərin cəmidir. Bura 6-dırsa, qarşı tərəfdə 6-dır. Bura 6-dır. Bir dəqiqə. Yuxarı 9-dırsa, aşağıda 9-dur. Əgər perimetr desəydi 6 6 12 9 9 18 30 olacaq idi. Bax o sizi çaşdırmasın. 30. Çevrə ilə bağlı hansı fikir doğrudur? Doğrunu soruşur. Çevrənin bütün radiusları bərabərdir, bəli. Çevrəyə aid uşaqlar, bir dənə sizin üçün ümumi dərs çəkəcəm. Çevrəyə aid çünki 4-5 sual düşür monitoringdə. Çevrə çox önəmli dərsdir. Yəni bir dərs çəkəcəm, çalışacağam qısa dəqiqələr ərzində çevrəni tam mənimsəyəcək bir dərs olsun sizin üçün. Çevrənin diametri radiusundan 2 dəfə kiçikdir, xeyr. Diametr 2 radiusdur əksinə. Çevrənin radiusu ən böyük vətərdir, xeyr. Diametr də ən böyük vətər. Çevrənin bütün diametrləri bərabər deyil, xeyr, bərabərdir. 31-ci sualla davam edirik. Hansı variantda əks etmə hərəkəti təsvir olunmuşdur? Əks etmə nədir uşaqlar? Sadə dildə belə deyim. Elə bilin ki, güzgüdə baxıb öz əksinizi görürsünüz. Hansı bəndə uyğundur? Güzgüdə baxıb öz əksinizi görürsünüz. Bax, A-da alta sürüşüb, B-də tərs dönüb. D-dən C bəndi, bəli. Markeri götürün. 32. Qarşı tərəfləri bərabər və paralel olub düz bucağı olmayan fiqur hansıdır? Kvadrat düz bucaqdır, 4 tərəfi də düz bucaqdır. Düz bucaqda həmçinin trapesiyada yox, paraleloqram. Paraleloqram necədir? Bax, yuxarıda çəkirəm. Qarşı tərəfləri bərabər, bura bərabər və paralel. Bəli, paraleloqram. 33. Hansı variantda bərabər yanlı üç bucaq təsvir olunmuşdur? Bilirsiniz ki, üç bucağın bir neçə növü var. Bərabər yanlı, bərabər tərəfli, düz bucaqlı üç bucaq və müxtəlif tərəfli üç bucaq 4 növü var. Baxın, tərsə gedəcəm. Bax, bura 3-dür, bura 4-dür, bura 5-dir. Deməli müxtəlifdir bu. Bu müxtəlifdir. 4 5 7 bu da müxtəlifdir. 6 6 6 üç tərəfin 3-ü də 6 bu bərabər tərəflidir. Bərabər yanlı 5 5 3. Yəni iki tərəfi eyni, bir tərəfi fərqli olur A bəndi. 34. Hansı bucaq açıq bucaqdır? Açıq bucaq keçən dəfə də testdə demişdim mən sizə. Baxın, gəldi nöqtə açıq bucaq. Hansıdır? A O B. A O B və açıq bucaq neçə dərəcədir? Təbii ki, 180 dərəcə. Gözəl. 35-ci sual.
Bileyim 35 36 ikisini də izah edeyim. Qabda 4/3 litr su var idi. Uşaqlar 4/3 litr su nə deməkdir? 1 litrimiz neçə millidir? 1 litr gedirsiniz, su alırsınız içməyə nə qədərdir? 1 litr maye. Bəli, 1000 millidir. 1000-in 4/3-ünü tapmaq nə deməkdir? 1000-i 4-ə bölüb 3-ə vurmaq deməkdir. 1000-i 4-ə böləndə düşür 250. 250-ni də 3-ə vuranda eləyir, bəli, 750. 4/3 litr su var idi. Yəni 750 milli su var idi. Onun 200 millisini istifadə edildi. 200 millisini götürdüm, içdim. Nə qədər qaldı? Təbii ki, 550 milli qaldı. Gözəl. 36. 5 kiloqramlardan 2 litr şirə almaq olar. 5 litrdən 5 kiloqramdan 2 litr almaq olur. 18 litr şirə almaq üçün neçə kiloqram lazımdır? 18-i 2-yə bölün. Görün. 18 litrin içində, yəni neçədən 2 litr var? Neçədən 2 litr şirə almaq olur? 18-i 2-yə bölürük. Qalır neçə? Bu niyə yaxınlaşır belə? 9 kiloqram qalır. Yəni 9 dənə. 9 kiloqram yox, üzr istəyirəm. 9 dənə. Yəni 9 dənə nə? 5 kiloqramlıq olur. 9 dənə 5-ində neçə eləyir? 45. Keçək 6-a. Çoxunuz yazmısınız, müəllim bunu anlamadım, bunu anlamadım. Ən sadəsi əslində budur. Və qeyd edeyim ki, bunlar mart ayı sizin məktəbdə keçdiyiniz dərsliyə uyğundur. Yəni dərsliyə uyğun salınıb bu testlər. Niyə görə çoxunuz elə dediniz, anlamadım orasında. Baxın uşaqlar, bu tipli verilənlərdə, bax, bu 37-də arxada neçə dənə kub var? 3 dənə, qabağında 1 dənə. 2 sıra verilir. Belə qabağında 1 dənə var, arxada 2 dənə var. Orta sırada neçə dənədir? 2 2. Deməli 3 1. 2 2. Bu tərəf uzun tərəfdə arxada 3 dənə kub var. Qabağında 2 dənə. 3 2. Hansına uyğundur? 37 burdakilərdən hansına uyğundur? 3 1 2 2 4 2. Uyğundur 37. Bax buna. Buna uyğundur. 38-də necədir bəs? 2 2 2 1 37-də bax 2 1 2 2 3 2. 2 1 2 2 3 2 37 38 də uyğundur bax kvadrata buna. 39-a baxaq. 2 0. Yuxarıdakı da aşağıda 0-dır. Bu 2-nin qabağını boşdur. Sonra 3 2 2 1 2 0. Bu da uyğun oldu bax buna ulduza və sonuncu da qalır buna. Bu da belə uşaqlar testlərimizin izahı. Azərbaycan dili və riyaziyyatı izah elədim. Bunun izahına baxın, səhvlərinizi düzəldim. Monitorinq tipli başqa test sabah atacağam. Kanala yükləyəcəm. Qeyd edeyim ki, əgər kanala abunə deyilsinizsə abunə olursunuz. Dərslərə, yüklənən dərslərdən xəbərdar olursunuz. Həm müəllimlər yararlana bilər, həm bütün şagirdlər yararlana bilər. Çünki müxtəlif tipli ibtidai sinif müəllimləri və şagirdləri həcmində vəsaitlər yükləyirəm. Kanalda həmçinin 1-ci siniflər üçün, 2-ci siniflər üçün, 3-cü və ya 4-cü siniflər üçün müxtəlif vəsaitlərdən testlər və izahları var. Hər birinizə uğurlar.